ildə həccin qiyməti elan olunar, olunmaz, cəmaratdakı daşa dönmüş şeytanın özü boyda, ağırlığı boyda daş düşdü İslamı sevməyənlərin başına. O dəqiqə ağız-ağıza verib deyirlər ki, müsəlmanlar 9945 manat, 10.000 deyirlər də, pul xərcləyib həccə gedəcəklər, bundansa kasıb-küsuba əl tutsunlar. Əvvəla, o müsəlman ki, bu məbləği xərcləyir, şübhəsiz ki, mənim heç bir zərrə qədər də şübhəm yoxdur ki, zəkatını da ödəyir bu məsələdə, sədəqəsini də verir, kasıb-küsuba da əl tutur. Bu öz yerində. İkinci bir məsələ, bunu deyən toplum özü görəsən nə dərəcədə kasıb-küsuba əl tutur? Görəsən bunu deyən toplum özü 2023-cü ildə 2 milyard 150 milyon manatı tütünə və içkiyə niyə xərcləyib? Elə ondansa 2 milyard 150 milyonu xərcləyərdiniz yetim yesirə, kasıb-küsuba. Gör nə qədər problemi olan insanların problemini həll eləyərdiniz. Bunu deyən toplumun özü görəsən niyə görə 5 minə, 10 minə, 20 minə yarı çılpaq müğənniləri öz toyuna gətirir və onlara bu boyda qonorar ödəyir? Budur sizin ədalətiniz. Heç olmasa bir sözü deyəndə fikirləşin ki, yaxşı, bunu mən deyirəm, bəs mən özüm nə edirəm? İndi gələk həccin qiymətinə bax olmasına. Bəli, mən də sizinlə razıyam ki, həccin qiyməti il-ildən artır və bu normal deyildi. İnanın mənə ki, vallahi, billahi, tallahi, həcc ziyarətini yerinə yetirmək istəyən müsəlman istəyərdi ki, bunun qiyməti lap simvolik olsun, lap $100 olsun. Amma bu bizim imkanımız xaricindədir ki. Məyər sıravi müsəlmanlar bunun qiymətini təyin edir bu ziyarətin? Yox, inhisarı alıblar, cəmi bir təşkilat bu qiyməti təyin edir və bu ziyarəti həyata keçirir. Əgər imkan versəydilər ki, digər təşkilatlarda rəqabət göstərib daha aşağı qiymətlər təşkil eləsinlər bu ziyarəti, yəqin ki, qiymətlər aşağı olardı. Necə ki, ümrə ziyarəti kimi. Və bu məsələdə müsəlmanların heç bir günahı yoxdur bu ziyarəti həyata keçirmək istəyənlərin. Və ən nəhayəti, İslamı sevməyənlər bilsin, Allaha and olsun ki, bu ziyarətin qiyməti 100 milyon da olsa və əgər yer kürəsində bir nəfər müsəlman qalsa ki, onun 100 milyon manatı var, onu verib yenə də gedəcək bu ziyarətə. İndi isə gedin yatın. Gecəniz xeyrə qalsın.